Bismillahirrahmanirrahim. Bu gecə artıq Rəcəb ayının daxil olduğu gecədir. Rəcəb ayının hilalı göründü. Bu Rəcəb ayının daxil olmağı münasibəti ilə bütün mömin bacı və qardaşları təbrik edirəm. Rəcəb ayı Allahın aylarından biridir, gözəl aylarından biridir. Allahın rəhmət qapıları açıldığı aylarından biridir. Hədislərdə var ki, Rəcəb ayı Allahın ayıdır. Peyğəmbərlər bu ay daxil olanda həmişə qəlbləri sevinərdi. İmamlar əməllərin bu ayda artırardılar. Səhabələrin isə gözü yaşlı olardı. Bu ayın gəlişinə sevinərdilər və ağlayardılar. Rəcəb ayı Peyğəmbərimiz buyurur ki, Rəcəb ayı Allahın ayıdır. Kim bu ayda bir gün oruç tutsa, Allah onunla cəhənnəm arasında bir illik məsafə yaradar. Və başqa bir hədisdə də buyurulur ki, Rəcəb ayında istiğfarı çoxaldın, tövbəni çoxaldın, bağışlanmağı çoxaldın. Kim bu ayda tövbə etsə, Allah tövbə edənləri də bağışlayar. İmam Əleyhisselamın da bir hədisi var ki, orada buyurur ki, Rəcəb qəlblərin təmizləndiyi, günahların yuyulduğu və Allahın rəhmətinin yağış kimi yaydığı bir aylardan biridir. Çalışaq ki, bu aydan biz istifadə eləyək, bu ayı boş buraxmayaq. Hədislərdə var ki, qiyamətin günündə ərşdən bir səs gələr ki, Əynən Rəcəbiyyun, Rəcəblilər hardadır? O Rəcəblilər ki, Rəcəb ayının hörmətini saxlayıblar, ehtiramını saxlayıblar. O bir dəstə insan qalxar, Allahın huzuruna tərəf gedər. Hətta deyilir ki, onların üzərlərindən bir xoş qoxu gələr, üzləri nur simasında olarlar, üzlərindən nur gələr. Yəni, belə bir bərəkətli aylardan biridir. Rəcəb ayının ilk gecəsi, yəni bu gecənin müəyyən bir əməlləri var. Bu gecə qüsl etmək müstəhəbdir və böyük bir savaba malikdir. Bu gecə çalışaq ki, 2 rükətli olsa tövbə namazı qılaq. Hər rükətdə Fatihə surəsindən sonra 3 dəfə İxlas surəsi oxumaq daha yaxşıdır. Namaz bitdikdən sonra isə 70 dəfə Əstəğfirullahəl-ləzi la ilahə illə huvə və ətubə ileyh demək çox müstəhəbdir və savaba malikdir. Bu gecə çoxlu Allahumma barik lənə fi Rəcəbin və Şəbənə və bəlliğnə şəhru Ramazan. Bunu da demək çox yaxşıdır. Bu gecəni çalışaq əhya saxlayaq. Namazla, zikirlə, dua ilə bu gecəni əhya saxlayaq. Peyğəmbərimiz də buyurub ki, kim bu ayda Əstəğfirullahəl-ləzi la ilahə illə huvəl vəhdəhu lə şərikə ləhu və ətubə ileyh oxusa və ardıcan bu duanı sədəqə ilə xətm eləsə, Allah onun durumunu rəhmət və bağışlanmaqla xətm edər. Və hər kim bu zikri 400 dəfə oxusa, 100 şəhidin savabı yazılar ona. Yəni, belə bir bərəkətli aylardan biridir, günlərdən biridir. Bu gecəni çalışaq boş buraxmayaq, bu gecənin qədrini bilək. Rəcəb ayının 1-ci günündə, yəni sabahsı günündə qüsul almaq, Rəcəb gününün 1-ci gününün qüsulunu alıram, qürbətə inallah qüsulunu alırsan, daha sonra yaxşı olar ki, bu ayda oruç tutasan. Orucun mükafatı da bu ayda çox-çox böyükdür və savaba malikdir. Qəzası olan qəza niyyətinə tutacaq, yəni müstəhəb oruç tuta bilməz, qəza niyyətinə tutacaq. Qəza niyyətinə tutsa belə, yenə də onun savabı, əcri ona görə də veriləcək Allahın izni ilə. Rəcəb ayında çalışaq ki, ən azından 3 gün oruç tutaq. Bir əvvəlində, bir ortasında, bir də axırında tutmağın çox böyük savaba malikdir. Çox böyük də əcri var. Çalışaq bu ayı istifadə eləyək, boş buraxmayaq. Bu aydan tövbə eləyək bacardığımız qədər. Çünki bu ay tövbə ayıdır, bağışlanma ayıdır, Allahın rəhmət qapıları açıldığı ayıdır. Bu ayı boş buraxmayaq, bu aydan istifadə eləyək. Deməyin ki, tövbəni gələn eləyərəm, gələn Rəcəb eləyərəm, 5 gün sonra eləyərəm, 10 gün sonra eləyərəm. Belə deməklə artıq o şeytan hiləsidir, səni gecikdirir və yaxud bəhanə eləməyin. Sidq ürəklə bu ayda, bu gecədə tövbə eləyin, Allah da sizi bağışlasın və Allah yolunu həqiqi tutasınız. Yaxşı olar ki, hər namazdan sonra da bu Rəcəb ayı günləri bir ay boyunca da namazdan sonra bir dua var ki, duanı da inşallah paylaşacağıq, oradan da görə bilərsiniz. Duanın əvvəli belə ki, ya mən ərcuhu likulli xeyr, belə bir duadır. Yəni bu duanı da namazdan sonra oxumaq çox yaxşıdır. Assalamu aleykum və rəhmətullah.